Dəstə icra nümayəndələri burada iştirak edir. Sizin ucalığa getməyiz, elə nailiyyətlər göstərməyiz. Bütün hər bir dəstələr kimin bunların da fəxridir. Dəstə sizlərlə fəxr edir. Onda bunlar da razı olurlar. Mehdi müəllim bu işlərdə həmişə zəhməti, özünün səyin göstəribdir. Siz inanırsan, mən adımdan söz verməm, söz verə bilərəm ki, o da sizin yaxşı olmağınız üçün əlindən gələni kənd səviyyəsində, rayon səviyyəsində edəcək. Mehdi müəllim, buyurun. İlk öncə hər birinizi salamlayıram. Son illər həqiqətən kəndimizdə idmanın inkişafında, xüsusən futbolun inkişafında çox böyük irəliləyişlər var. Və sizin qazandığınız qələbələr, bu uğurlar sizin uğurunuzdur. Sizin uğurunuz da eyni zamanda kəndimizin uğurudur. Camal müəllimin rəhbərliyi bu sahədə həmişə hiss olunur. Bir daha Camal müəllim başda olmaqla sizlərin hər birinizi təbrik edirəm. Və bir şey deyim ki, həqiqətən bu kəndin böyük idman, böyük futbol ənənələri olubdur. Bu kəndin neçə yetirməsi yuxarı, belə deyək, yüksək liqalarda təmsil olunublar. Və ən böyük arzumuz, istəyimiz odur ki, kəndimizin adını həmişə uca tutasınız, necə ki uca tutsunuz. Həmişə bol-bol sizlərə qələbələr arzuluyuruq və arzuluyuruq ki, həyatda nə arzularınız varsa, deyir bir şeyə, nəticəyə çatmaqdan yana hər bir insanın, hər bir idmançının bir məqsədi olmalıdır. Siz də mən inanıram ki, məqsədli şəkildə yanaşsaq ki, gələcəkdə daha böyük nailiyyətləriniz olsun və inanırıq ki, olacaq. Öz adımdan, icra nümayəndəliyi, kənd bələdiyyəsi adından, kənd ictimaiyyəti adından sizlərin hər birinizi təbrik edirik. İnanın ki, hər bir dəstəli sizlərlə fəxr edir. Uğurlarınız bol olsun inşallah. Təbrik edirik. Orada bir dənə xatirə olar.